Ağsu rayonunda qaynatasından hüquq mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü Səidə Cəfərovanın ad və soyad şərti verilib, həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıxıb, rayonun kəndlərindən birinin sakini olan qadın barəsində Cinayət Məcəlləsinin bilə-bilə yalan xəbərçilik etmə maddəsi ilə iş başlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Cəfərovanın həyat yoldaşı ilə problemləri olub. O, 2024-cü il oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıb. Lakin bir həftə sonra Cəfərova kəndə, yəni atası evinə qayıtmalı olub. Yaşadığı kənddə barəsində xoşagəlməz söz-söhbətlərin yayılacağını, rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb. O, evdən qaçdığı gün güya qaynatası tərəfindən seksual xarakterli təcavüzə məruz qaldığını iddia edib. Aparılan ekspertiza zamanı Cəfərovanın təcavüzə məruz qalmadığı, üzərindəki xəsarətləri isə özü-özünə yetirdiyi məlum olub. Həmçinin digər sübutlar onun yalan məlumat verdiyini də üzə çıxarıb. Cinayət işi açılan Cəfərova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Ağsu rayon məhkəməsinin 7 mart tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron nəzarət cihazı yerləşdirilib.